Salam hər kəsə. Bu gün 30 noyabrda olan 11-ci sinif hədəf sınağına baxırıq, başlayaq. Deməli, 31-də deyilir ki, görülən işin, yəni anın nəyə? Bu işin görülməsinə sərf olunan zamana, yəni t-yə nisbəti. Bu da aydın məsələdir ki, gücdür. Yəni 31-ci sualın cavabı Y variantı olacaq. Cismin çəkisi hansı cihaz vasitəsilə ölçülür? Çəki aydın məsələdir ki, qüvvədir və qüvvə dinamometr ilə ölçülür. Yəni D variantı 32-ci sual üçün düzgün cavabdır. 33 üfüqi səthdə düzxətli bərabər sürətlə hərəkət edən cismə təsir edən dartı qüvvəsinin işi 30 jol olarsa, sürtmə qüvvəsinin işi nəyə bərabərdir? Ümumiyyətcə, cisim bərabər sürətlə hərəkət edir. Yəni onun kinetik enerjisi dəyişmir. Çünki sürəti sabitdir, kütləsi də sabitdirsə, aydın məsələdir ki, bu cismin kinetik enerjisi dəyişmir. Kinetik enerji dəyişmirsə, iş enerji teoreminə görə görülən işdə cisim üzərində əvəzləyici qüvvənin gördüyü işdə 0 olmalıdır. Yəni A dartı üstə gələk A sürtünmə bərabər olmalıdır 0-a. Buradan 30 üstə gələk A sürtünmə bərabər olmalıdır 0-a. Və nəticədə buradan alınır ki, A sürtünmə bərabərdir -30 jol. Cavab Y variantı. 34. Üfüqi səthi 130 metr/saniyə sürətlə hərəkət edən cismin tormozlanmağa başladıqdan 5 saniyə sonra dayanmışdır. Sürtünmə əmsalını tapın. Deməli, burada 5 saniyə sonra dayanmışdır deyir. Yəni, bu cismin tormoz müddətidir. Tormoz müddətinin düsturu V0/A-dır və yalnız sürtmə qüvvəsinin təsiri altında hərəkət edən cismin təcilini mü/J kimi aça bilirik. Buradan da alınacaq ki, mü bərabərdir V0 nə? J T tormoz. Deməli, V0-ımız 30, J-miz 10, T tormozumuz 5, 30-u böləcəyik 50-yə, 3/5, 0.6, Y variantı nədir? Doğru cavabdır. 35. Radiusu 40 cm olan çevrə üzrə bərabər sürətlə hərəkətdə radius vektorunun dönmə bucağının zamanı asılı qrafik verilib. Mərkəzə qaçma təcilinin modulunu hesablayın. Deməli, aydın məsələdir ki, burada fi T-dən düz asılıdır. Yəni, bu çevrə üzrə bərabər sürətlə hərəkəti zaten özdə vurğulayıb. Bu hal üçün fi bərabər omega T yaza bilərik. Omega vur 30 saniyə, yəni T bərabər olacaq fiyə 60-a. Buradan omega bərabər olacaq 2 radian/saniyə və ya saniyə üstü -1-də ola bilər. Omeganı tapdıq. İndi biz təcili axtarırıq. Mərkəzə qaçma təcili. Bizim əlimizdə də radius var. Mərkəzə qaçma təcilinin çevrə üzrə bərabər sürətlə hərəkətdə düsturu omega kvadratı R-dir. Yəni 4 vur radius 40 sm və ya 0.4 metrdən 1.6 metr/saniyə kvadratı alınacaq. Doğru cavab C variantıdır. 36. Kütləsi M və sürəti V olan saatın saat əqrəbinin 4 saat müddətində impulsunun dəyişməsi nə qədər olar? Ümumiyyətcə, saatın saat əqrəbindən danışılır. Saatın saat əqrəbinin periodu 12 saatdır. Gəlin onun 4 saat ərzində nə qədər dövr etdiyini tapaq. Belə ki, M bərabər T/T-dən 4/12, yəni 1/3 alınacaq. 1/3. Yəni, bizim saat əqrəbi 1/3 dövr edir. Çevrənin 3də 1-ini gedir. Baxın, diqqət eləsək. Buradan çəkim göstərim. Bu çevrə, məsələn, saat əqrəbi buradaydı. Bunu bir ayıraq hissələrə. 90 dərəcəlik qövslərə. Baxın, 120 dərəcə hardasa bura uyğun gəlir də, eləmi? Bunu gəlin belə göstərək. Bax, bu an 120 dərəcədir. Yəni, burada 120 dərəcəlik bir qövs var. Cismin başlanğıcda impulsu belə yönəlib. Sonda impulsu belə yönəlib. Hər iki halda da P-dir. Çünki çevrə üzrə bərabər sürətlə hərəkətdə impulsun modulu dəyişmir. İndi biz diqqət eləsək, impulsun dəyişməsini axtarırıq. Yəni, 2 vektoru çıxmağa çalışırıq. 2 vektoru çıxmaq üçün onları eyni nöqtədən çıxartmaq lazımdır. Yəni, bu P vektorunu keçirdirəm bu nöqtəyə. Belə olur. Eyni nöqtədən çıxdı.
və onları çıxmaq üçün o çıxanda alınan vektor azalana doğru yönəlməlidir. Yəni bu istiqamətdə yönəlməlidir. Bu olur impulsun dəyişməsi. İmpulsun dəyişməsi. Bu burada bilirik ki 120 dərəcədir. Çevrənin 1/3-idir. 120 dərəcədir. Kosinuslar teoremini tətbiq eləyə bilərik və ya sinuslar teoremini. Çünki bu bərabər tərəfli üçbucaqdır. Burada 30 dərəcədir. Gəlin sinuslar teoremini tətbiq eləyək. Belə ki, P böl sinus 30 dərəcə bərabər olacaq. Delta P böl sinus 120 dərəcə. Deməli, sinus 30 dərəcədə nə alır? Sinus 30 dərəcədə alır kök 3 böl 2. Kök 3 böl 2. Yox, üzr istəyirəm. Sinus 30-da alır 2-də 1. Yəni, bura olur 2P. Bura olur 2P. P'ni 1 bölü 2'ye bölürük, olur 2P. Burada delta P böl sinüs 120 dərəcədə sinüs 60 alır. Yəni kök 3 bölü 2. Burada olur nə? 2P, yox 2 delta P böl kökdə 3. Və nəticədə alınır ki, baxın bu ikilər getsə, delta P alınır P kökdə 3. Və ya MV kökdə 3. Burada cavab yoxdur. Amma yəni 3də 1 periyodda 3də 1 dövr etdikdə alınır belə, yəni P kökdə 3. Belə. 37-ci suala baxaq. Kütləsi 20 kiloqram olan cisim şəkildə göstərilən 200 Newton qüvvənin təsiri ilə üfüqi səthdə hərəkət etdirilir. Səthin sürtünmə əmsalı 0.2 olarsa cismin aldığı təcinin modulunu hesablayın. Sürtünmə qüvvəsi aydın məsələdir ki, səthə toxunan istiqamətdə belə yönələcək. Cisim üçün Newton ikinci qanunu yazsaq, aydın məsələ üçün Newton ikinci qanunu F əvəzləyici bərabər M vur A-dır. Deməli, F minus F sürtünmə bərabər olacaq M vur A-ya. F 200 Newton, 200 Newton çıxaq. Sürtünmə mü MJ'dir, yəni 0.2 vur 200-dən 40 Newton bərabər olacaq 20 A-ya. 20 A-ya. Bura eləyir nə? 160. 160 bölü 20-dən 8 metr bölü saniyə kvadratı olacaq. 38. Mis kubun kütləsi 81 kiloqramdır. Tili 3 dəfə kiçik olan mis kubun kütləsini hesablayın. Yəni kütlə bilirik ki, rho V düsturu ilə təyin olunur və kubun həcm düsturu da rho A kub olacaq. Kubun həcm düsturu A kubudur. Və buradan alınacaq ki, kütlə düz asılıdır tilin kubu ilə. Diqqət eləsək, til 3 dəfə kiçilib, onda kütlə də neçə dəfə kiçilməlidir? 3-ün kubu dəfə, yəni 27 dəfə. 81-i də 27-yə bölsək 3 kiloqram olacaq. Yəni D variantı doğru cavabdır. 39. Lincə təsir edən qüvvənin təsir xətti ilə lincin dayaq nöqtəsi arasında ən qısa məsafə necə adlanır? Bu qüvvə qoludur. Tərifə əsasən D variantı doğru cavabdır. 40. Cismin impulsunun zamandan asıllığına görə 3-cü saniyə sonra cismə təsir edən qüvvəni hesablayın. Qüvvə impulsun zamana görə törəməsidir. Cismə təsir edən qüvvə. 4T plus T kvadratının törəməsini alsaq, eləyəcək 4 plus 2T. 4 plus 2T. Zamanı yerinə qoysaq, 4 plus 2 vur. Deməli, 3-cü saniyənin sonunda bura elədi 10 Newton. Doğru cavab Y variantı. 41. İki cisimdən hər birinin kütləsini 3 dəfə azaldıb aralarında məsafəni 3 dəfə artırdıqda onlar arasında cazibə qüvvəsi necə dəyişir? Cazibə qüvvəsi aydındır ki, belə yazaq, M1 M2 böl R kvadrat düsturu ilə təyin olunur. Qüvvə kütlələrin hasili ilə düz məsafənin kvadratı ilə tərs asılıdır. Hər birinin kütləsini 3 dəfə azaltsaq, 3 vur 3-dən 9 dəfə azalacaq qüvvə. Məsafəni 3 dəfə artırdıqda isə, baxın, buradan 9 dəfə azalımdan qüvvə 9 dəfə azaldı. 9 dəfə azaldı və məsafəni 3 dəfə artırsaq, 3 dəfə nə olacaq? Bu, bunun kvadratı dəfə, yəni 9 dəfə azalacaq. Ümumi 9 vur 9 dəfə azalır, yəni 81 dəfə azalar. D variantı doğru cavabdır.
42 yalnız sabit sürtünmə qüvvəsinin qüvvəsi təsir edən cismin sürətini zamandan asılılıq qrafikini təyin et. V bərabər, daha doğrusu gəlin ilk öncə bunu aydınlaşdıraq. Sabit sürtünmə qüvvəsi deyil. Yəni cismə təsir edən əvəzləyici qüvvə sabitdir. Yalnız sürtünmə qüvvəsi təsir edir və sabitdir. Əvəzləyici qüvvə sabitdirsə, deməli təcil də sabitdir. Newton ikinci qanuna görə. Sabit təcillə, yəni düz xətti bərabər təcillə hərəkət edən cisim yalnız sabit sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edirsə yavaşayır, çünki təcil sürətin əksinə yönəlir. Yavaşayan cismin də sürətinin zamandan asılılıq tənliyi V bərabər V0 minus AT şəklindədir. Və buradan da bu xətti funksiyaya uyğun gələn qrafik C variantıdır. 43-ə baxaq. Maşının mühərrikin fiyəsi 50%-dir. O kütləsi 1.5 ton olan yükü 1 dəqiqə ərzində 25 metr hündürlüyə qaldırır. Maşının mühərrikin gücünü hesablayın. Ümumiyyətcə bu mühərrikin vəzifəsi bu yükü qaldırmaqdır. Yükü qaldırmaq olduğu üçün onun faydalı işi elə yükün potensial enerjisindəki dəyişmədir. Bu dəyişmədir, bəli. Bu dəyişməni tapsaq, deməli olacaq 1500 cismin kütləsi vur 10 J vur 25 də qaldırılan hündürlük. A faydalı bərabər olacaq. Deməli 15 vur 25 vur 10 üstü 3 şəklində yazası olsaq bunu olacaq 375 kilojoule. Bu olur A faydalı. Və burada mühərrik öz motorunun hesabına tam iş görür, ümumi bir iş görür. Və burada ona görə A tam bərabərdir, M vur T'dir. Və biz bilirik ki, A tam həm də nədir? A faydalı böl etadır. Yəni faydalı iş əmsalıdır. Altdan yerinə qoyaq. N-i axtarırıq, gücü axtarırıq. T 1 dəqiqə və ya 60 saniyə. A faydalı 375 kilojoule olaraq qalsın. Çünki biz cavabı kilovatla tapırıq. Böl eta, yəni 0,5. Buradan da alınacaq ki, N bərabərdir 12,5 kilovat olacaq cavab. 12,5 kilovat. Doğru cavab Y variantıdır. 44. Kütləsi 40 kiloqram olan yük blokun köməyi ilə bərabər sürətlə qaldırılır. İpin sərbəst ucu bu sürətlə hərəkət edirsə, yükün impulsunu hesablayın. Burada tərpənməz blok olduğundan V ip bərabər olacaq V yükə və V yük bərabər olacaq 0,2 metr böl saniyə. Yükün impulsu da M V yükdür və yükün impulsu da buradan 40 vuraq 0,2-dən P yükü bərabərdir 80 Newton vur saniyədir. Daha doğrusu 80 nə idi? 8 Newton vur saniyədir. Doğru cavab D variantı. 45. Kütləsi 5 kiloqram olan cisim 2 saniyə müddətində sərbəst düşür. Uçuş müddəti ərzində ona təsir edən ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi F bərabər mg ilə hesablanır və 50 Newtondur. B variantı olmaz, C variantı olmaz. Cismin çəkisi, sərbəst düşən cismin çəkisi 0-dır. Buradan A da olmaz, Y də olmaz. Doğru cavab D'dir. Son olaraq düşmə hündürlüyü, sərbəst düşən cismin düşmə hündürlüyü H bərabər JT kvadratı böl 2 ilə hesablanır. 10 vur 2 saniyə ərzində düşür. Kvadratı 4 böl 2-dən 20 metr edəcək. Doğru cavab D variantı. 46. Kosmik gəmi yerdən A bərabər 2J təcillə start götürsə, kosmonavtın məruz qaldığı əlavə yüklənmə M bərabər 1 plus A böl J düsturu ilə hesablanır. 1 plus, buradan yazaqlar, 1 plus 2J böl J'dən 1 plus 2, yəni 3 olacaq. Doğru cavab B variantı. 47. Hansı qrafik qüvvə momentin qüvvənin qolundan asıldığını ifadə edir? Qüvvə qolu sabitdir. Qüvvə momenti F vur D şəklində hesablanır. Qüvvə qolunun sabit qiymətində qüvvə momenti qüvvədən düz asılıdır. 47 A variantı. 48. Kökatda watt vur saniyə böl kiloqram böl metrin kvadrat ifadəsi hansı fiziki cəmiyyətin vahidinə uyğundur?
Ümumiyyətcə bu watt vur saniyə joule verir. Çünki işin A bərabər n vur t-si var. N vur t-si var. Yəni bu joule verəcək. Kök altda joule böl kiloqram vur metrin kvadratını axtarırıq. Joule böl kiloqram vur metrin kvadratını araşdırsaq, vur metrin kvadratı. Joule kiloqram vur metrin kvadratı böl kiloqram vur metrin kvadratı vur saniyə kvadratı. Bunlar gedəcək, olacaq 1 böl saniyənin kvadratı və 1 böl saniyənin kvadratı kökdən çıxacaq 1 böl saniyə şəklində. 1 böl saniyə həm ola bilər dövr etmə tezliyinin vahidi olsun, həm də ola bilər bucaq sürətinin vahidi olsun. Dövr etmə tezliyi aydın məsələdir ki, m böl t-dir. Yəni bu 1-dir vahidi. 1 böl saniyədir da, elə bir saniyə üstü -1. Bucaq sürəti isə fi böl t-dir. Ola bilər fi radian vahidi ilə verilsə, pi ilə ifadə olunsa, hə, radian böl saniyədir. Amma fi dərəcə vahidi ilə ifadə olunsa, yəni vahidsiz olsa, yenə vahidsiz bir şeyi saniyəyə böləsiz. 1-i saniyəyə böləsiz. Yəni omega da ola bilsin, 1 böl saniyə şəklində ifadə oluna bilsin. 49. Yer ətrafında dairəvi orbitlər üzrə hərəkət edən süni peyklərin fırlanma periodları arasında hansı münasibət doğrudur? Ümumiyyətcə, Keplerin 3-cü qanununa görə peyklərin fırlanma periodunun kvadratı radiusun kubu ilə düz mütənasibdir. Göründüyü kimi R3 böyükdür, R2 böyükdür, R1'dir. Nəticə olaraq T3 böyükdür, T2 böyükdür, T1 olmalıdır. Yəni doğru cavab E variantı olacaq. 50. Alfa bucağın hansı qiymətində mexaniki iş maksimumdur? İş A bərabər Fs kosinus alfa düsturuyla hesablanır. Kosinus alfa burada Fs'in qüvvə ilə yer dəyişmə arasında qalan bucağın kosinusudur. Və o 0 dərəcə olarsa, görülən iş maksimum olar. Bura maksimum müsbət olacaq. 51. Euler-Venn diaqramının hissələrinə uyğun ifadələri müəyyən edin. Çevrəyə toxunan istiqamətdə yönəlir. Bu cismin impulsudur. Çevrənin mərkəzinə doğru yönəlir. Qüvvə impulsudur. Vektorial fizik cəmiyyətdir. Hər ikisi cismin kütləsi isə sürətin aslında bərabərdir. Cismin impulsu qüvvə ilə onun təsir müddətinin aslında bərabərdir. Qüvvə impulsu. 1, 4, 1, 4, 2, 5, 2, 5, B variantı doğru cavabdır. 52. Hansı mülahizələr doğrudur? Avtomobilin mühərrikinin gücünü dəyişmədən, yəni M bərabər const, dartı qüvvəsini 2 dəfə azaltdıqda. M bərabər F vur V düsturumuz var. Avtomobilin dartı qüvvəsini 2 dəfə azaltdıqda, sürət 2 dəfə artmalıdır ki, bu güc dəyişməsin. Yəni sürət 2 dəfə artar. Kinetik enerji, kinetik bərabərdir M V kvadrat bölü 2 düsturu ilə hesablanır. Yəni kinetik enerji sürətin kvadratı ilə düz mütənasibdir. Yəni sürət 2 dəfə artarsa 4 dəfə artar. Və son olaraq impuls da buradan qeyd etməli yenə impuls P bərabər M V düsturu ilə hesablanır. M sabit, P V ilə düz asıdır. Yəni sürət 2 dəfə artarsa impuls da 2 dəfə artar. 1, 4, 6 B variantı doğru cavabdır. 53. Hansı ifadələr səhvdir deyir? Səhvdir. Tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Bu aydın məsələdir ki, tərpənən blokun qazancı 2-dir. Linç qüvvədə 3 dəfə qazanc verir. İndi burada qeyd olunmuyub lincin ağırlığı olmadığı. Amma elə fərz eləsək, lincin qazancı böyük qolun, baxın, böyük qolun ki, burada böyük qol 6 damadır, kiçik qola nisbətidir. Yəni 2-yə. Oldu 3. Yəni lincin qüvvədə qazanc 3 dəfə qazanc verir. 1, 3 bunlar doğrudur. Hələlik doğruları seçirəm. Sistem qüvvədə 4 dəfə qazanc verir. Bu sistemin qazancını tapası olsaq, burada baxın FF, burada da F var. Bura 2F qədər gərilmə keçəcək. Bu 2 linç tarazlıqdadırsa, bu dayağa görə qüvvə momentləri bərabər olmalıdır. Yəni 2F vur 6 bərabər olacaq. Belə deyək, 60 vur 2 də, 60 vur 2.
və F bərabər olacaq 10 Newton. 10 Newton. Bunun ağırlığı 60 Newton idi. 60 Newton idi. Biz 60 Newtonluq yükü 10 Newton tətbiq eləyərək qaldıra bildik. Yəni sistem qüvvədə 6 dəfə qazanc verə bildi. Qalan yanlışlar 2, 4, 6 olacaq. Bunlar yanlış cavablardır. 54 cismin sürətinin qanunu ilə dəyişir bu qanunla. 5 saniyə müddətində cismin orta sürətini hesablayın deyir. Aydın məsələdir ki, bu bərabər təcillər hərəkətin sürətinin zamandan asılılıq qanununa uyğundur da V0 plus AT-dir. Gəlin bunun biz yer dəyişməsinin zamandan asılılıq tənliyini yazaq. Yeniləşən hərəkət üçün yer dəyişmə V0T plus AT kvadrat bölü 2 şəklində olacaq. S də bərabər V0 10'dur. 10'dur. Baxın, sərbəstədir. 10. T üstə gələk. Təcil də 2'dir. T'nin yanında 2. 2'ni də 2'yə bölsək qalır T kvadrat. Və bizim orta sürətimiz müəyyən T müddəti ərzində gedilən yer dəyişmənin zamana nisbətidir. Yer dəyişməyə görə orta sürət. Burada yola görə də ola bilər. Çünki yol yer dəyişməyə bərabərdir. Bir istiqamətli hərəkətdir. Yenə də 10T plus T kvadrat böl T'dən orta sürətin zamandan asılılığı olacaq 10 plus T. T'miz də 5 idi. 10 plus 5'dən 15 metr böl saniyə. 55, 20 metr böl saniyə sürətlə şaqili yuxarı istiqamətə atılmış 10 qram kütləli cismin maksimal qalxma hündürlüyündə potensial enerjisinin neçə jol olduğunu hesablayın. Belə ki, havanın müqaviməti nəzərə alınmır. Yəni, cismin tam enerjisi sabitdir. Tam enerji sabitdir. Tam enerji sabitdirsə, cismin başlanğıcdakı kinetik enerjisi elə ən yüksəkdəki potensial enerjisinə bərabər olmalıdır. Bu max da belə max yazaq da lap. Buradan da W potensial max bərabər olacaq M V kvadrat böl 2'yə. Bu V0'dır, başlanğıcdakı sürətdir. Kütlə 100 qram və ya 0,1 kiloqram. Sürət 20 metr böl saniyə və ya kvadratı 400 böl 2. 40 böl 2 20 jol doğru cavab olacaq. 56. Şaqili yuxarı istiqamətdə sabit 4 metr böl saniyə kvadrat təcillə bərabər yeniləşən hərəkət edən sürət yuxarıdır. Yeniləşirsə təcil də yuxarıdır. Eyni istiqamətdə olmalıdır. Liftin içərisindəki cismin çəkisi 70 Newtondur. Cismin kütləsinin neçə kiloqram olduğunu hesablayın. Çəki şaqili yuxarı yönəlmiş təcillə hərəkət edən cismin çəkisi M vur J plus A düsturu ilə hesablanır. P bərabər mJ plus A. Yerinə qoysaq kütləni axtarırıq. J plus A, yəni 10 plus 4, 14. Çəkisi də 70 Newton, 70. M bərabərdir 70 böl 14'dən 5 kiloqram olacaq. 57. Yer səthindən şaqili yuxarı atılmış cismin yerə çatan ana qədər havanın müqaviməti nəzərə alınmır. 1, 2 və 3. Potensial enerjisi. Cisim baxın yerdən atılır. Belə gedir və qayıdır da öz üstündə qayıdır əslində. Sadəcə bunu aydın görək deyə belə çəkirik. Baxın, hündürlük artır uçuş müddətində. Potensial enerji bir qədər artır müəyyən zamana qədər. Sonra hündürlük azalır, yeri 0-cı səviyyə qəbul edəndə potensial enerjidən azalır. Yəni uçuş müddəti ərzində əvvəlcə artır, sonra azalır. 1'ə D. Kinetik enerjisi. Kinetik enerji, bax, cisim yuxarıya getdikcə, sürəti azalır, burada dayanır. Yəni, kinetik enerji yuxarı qalxanda azalır, sonra burada yeniləşir, aşağı düşür, kinetik enerjisi burada artır. Yəni, şaqili yuxarı uçuş müddəti ərzində əvvəlcə azalır, sonra artır. Tam mexanik enerji isə yalnız konservativ qüvvə təsir etdiyindən cismə, yalnız ağırlıq qüvvəsi. Cismə tam enerjisi dəyişməz, qapalı sistem olduğundan, yəni uçuş müddəti ərzində dəyişmir. 58. Kütləsi 4 kiloqram olan cisim şəkildə göstərilən 3 qüvvənin təsirlə sükunət vəziyyətindən hərəkətə başlayır. Hərəkət müddətinin ilk 10 saniyəsində cismə təsir edən qüvvələrin əvəzləyicisinin gördüyü iş neçə jol olduğunu hesablayın. 2 Newtondur hər dama. Belə bir cədvəl quraq. Baxın. Bu tip belə bir
koordinat sistemi verildikdə bu cədvəli qurmaq lazımdır. F, X və Y. Məsələn, F1 qüvvəsinə ələ alaq. F1. F1 qüvvəsinin X oxuzda toplananı, baxın buradır. Bura. Bu bir damadır, -2 Newtondur. Niyə -2 Newtondur? Çünki 2-ni zaten bildikdə bir dama 2 Newtondur və X oxunun əksinə yönəldiyindən -2 Newtondur. F1-in Y oxuzda toplananı budur. Bu. 3 dama müsbət Y oxu istiqamətində, yəni 6 Newton. Baxaq F2-yə. F2 X oxuzda 3 damadır, 3 damadır. 3 vur 2-dən müsbət Y oxu istiqaməti, X oxu istiqaməti olduğundan 6 Newton. Y oxunda isə perpendikulyar olduğundan müəyyən toplanan yoxdur, yəni 0. F3 isə Y oxu, daha doğrusu X oxuna perpendikulyar olduğundan X oxuza toplananı yoxdur. Y oxu üzrə mənfi Y oxu istiqamətində 3 damadır. 3 dama. 3 dama olduğundan 3 vur 2, 6, -6, çünki Y oxunun əksinədir. X oxuza yer dəyişmə, daha doğrusu əvəzləyici qüvvə oldu 4 Newton, -2 plus 6 plus 0. Y oxuza əvəzləyici qüvvə oldu 0, -6 plus 0 plus -6-dan 0. Yəni cismə təsir edən əvəzləyici qüvvə 4 Newtondur. Biz nə axtarırıq? Neçə jol olduğunu, işin müəyyən zaman ərzində. İş nə idi? F əvəzləyici vur T, F əvəzləyici vur, bircə dəqiqə bir də baxaq, 10 saniyə ərzində, gördüyü iş neçə jol olduğunu hesablayın. Daha T nəymiş, üzr istəyirəm, S. Bərabər təcili hərəkət elədiyindən S açırıq AT kvadratı bölü 2, əvəzləyici qüvvə oldu 4, vur. A-nın F bölü E-mi var Newton ikinci qanuna görə, 4'ü bölürük 4'ə 1, vur. T kvadrat, O-nun kvadratı, yəni 100 böl 2'dən 200 jol olacaq. 59. Yer səthindən şaqili yuxarı atılmış kütləsi 200 qram olan cismin kinetik enerjisinin zaman asılı qraf verilib, cismin düşmə müddətinin yarısında tam enerjinin potensial enerjidən neçə jol çox olduğunu hesablayın. Ümumiyyətcə, bu cismin qalxma müddətinə uyğundur. Yəni, cismin qalxma müddəti 4 saniyədir. Və V0 da olacaq JT qalxmadan, V0 olacaq 40 metr böl saniyə. 40 metr böl saniyə. Biz tam enerjini tapa bilərik. Başlanğıcdakı kinetik enerji elə tam enerjidir. Nə qədər olacaq? M V0'ın kvadratı böl 2. Kütləsi 200 qram və ya onda 2 kiloqram, onda 2 kiloqram vur. 40'ın kvadratı 1600 böl 2'dən. Tam enerjisi oldu, belə qoyum da. Nə qədər oldu? 160 jol. 160 jol. Yoxsa 1600 vursaq onda 2'yə olur 320 böl 2 160. Bəli, 160 jol. Potensial enerji. Hansı andakı potensial enerji? Düşmə müddətinin yarısında. Yəni, baxın, bura uyğun. 6 saniyə. 4 ilə 8'in ədədi ortasına uyğun ana. Elə bu 6 saniyədəki potensial enerji cismin bu deməli ikinci saniyədəki potensial enerjisinə uyğundur. Çünki bunlar eyni yüksəklikdəki nöqtələrdir. 2 saniyədə cismin hansı hündürlükdə olduğunu hesablasaq, H bərabər V0T minus JT kvadratı böl 2'dən 40'ı vururuq 2'yə 80 minus 10 vur 4 böl 2, yəni 20. Bu da olacaq nə? 60 metr. 60 metrə uyğun potensial enerji W potensial bərabər MJH-dan kütləsi 0,2 kiloqram vur J 10 vur 60 metr, yəni 120 jol. Aydın məsələdir ki, tam enerji potensial enerjidən 40 jol çoxdur. 60 kütləsi 50 kiloqram olan cisim sürtünmə əmsalı 0,2 olan üfüqi səthdə bərabər sürətlə hərəkət edir. Dartı qüvvəsinin 120 Newton olduğunu bilərək cismə təsir edən hava müqavimət qüvvəsinin neçə Newton olduğunu hesablayın. Cisim üfüqi səthdə gedir. Belə bir cisim var. Onu məsələn sağa doğru bir dartı qüvvəsi dartır. Belə F dartı. Sürtünmə səth boyunca onun əksinə sürtünmə və son olaraq
Hava boyunca belə bir nə? Müqavimət qüvvəsi. Sürətin əksinə. Sürətin əksinə. İndi əvəzləyici qüvvə sıfırdırsa, aydın məsələdir ki, F artı bərabər olmalıdır. F sürtünmə plus F müqavimətə. F artı 120 Newton, 120. F sürtünmə mü mg'dən 500 vur 0.2 100 Newton plus F müqavimət. Buradan da F müqavimət bərabərdir 20 Newton. Sağ olun, gələn videolara dək.